Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Yeni bir mənzilimiz çıxdı satışa Xırdalan şəhərində. Heydər Parkına 30 metr məsafədə yeni tikili 16 mərtəbəli binadır. Mənzilimiz 3-cü mərtəbədə yerləşir. Qonaq otağından təqdimata başladıq. Mənzil yeni təmir edilib, təmirdən sonra yaşayış olmayıb. Qonaq otağının qarşısında mətbəx şəbəkə tipli ayrılmışdır. Mətbəxin döşəməsi isti döşəmədir. Mebel yığmaq üçün hər iki tərəfdə yer nəzərdə alınıb. Mənzilimiz kubsaldır, dövlət ipotekasına yararlı bir mənzildir. 3 otağa düzəlmə bir mənzildir. Ümumi sahə 65 kvadratdan ibarətdir. Bura uşaq yataq otağıdır. Özünün işıqlanması, havalanması üçün pəncərə nəzərdə alınıb. Giriş hissəmiz qranitdir. Qranit olan yerlər isti döşəmədir. Sanitar qoşanı sizlərə təqdim edeyim. Tam təchizatlıdır. Duş kabinası üçün yer nəzərdə alınıb. Və bura isə mənzilimizin böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Yataq dəsti rahatlıqla yerləşəcək və bu otaqdan da eyvana çıxış var. Mənzildə istilik sistemi kombi çəkilmişdir. Eyvanı sizlərə təqdim edeyim. Binanın geniş həyat bazası, yeraltı maşından alınacağı hər bir şəraiti var. Kubça əldədir, qeydiyyatda heç kim yoxdur, dövlət ipotekasına yararlı bir mənzildir. Ətraflı mənzil haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlayın, kanalımıza abunə olmağı unutmayın, videonu bəyənirlərinizi yazın, satışda mənziliniz mülkünüz varsa bizlərə müraciət edin, satışına qısa bir müddətdə yardımcı olaq. Bugünlük bu qədər, sağ olun, yeni çəkişlərdə görüşənə qədər.